Bəli, artıq muğama rastlayanda kanalı dəyişmədiyin yaşdasan. Muğam mərkəzinə getdik, dostlarımla birlikdə. Həqiqətən çox gözəl bir gecə keçirdik. Bir daha instrumentlərimizin nə qədər möhtəşəm olduğunun fərqinə vardım. Tarın, çamançanın, balabanın o səsi ürəyimi necə də titrədirdi. İlkin Əhmədov səhnəyə gəldiyində artıq keçmişə dönmüşdüm. Çünki mən uşaqkən ilk muğam yarışması keçirilmişdi. Və burada təəssüf ki, qalib olmamışdı, amma bizim qəlbimizi fəth eləmişdi öz səsi ilə.